Salam, bugün say haqqında yeni bir testimizin izahına baxırıq. Gəlin A variantından başlayaq. Qatar stansiyada çox dayandı. Onu qeyd edim ki, az, çox, xeyli, bir qədər, biraz və s. bu tipdə olan sözlər hərəkətdən əvvəl gəldiyi zaman miqdar zərfidir. İsimdən əvvəl gəldiyi zaman isə qeyri-müəyyən miqdar sayı olacaq. Baxın, dayandı. Hərəkətdir, düzdürmü? Nə etdi, dayandı. Hərəkətdən əvvəl gəldiyi üçün burada çox sözü zərfdir. Amma olsaydı ki, o çox kitab aldı. Baxın, kitab nə? İsimdir. İsimdən əvvəl gəldiyi üçün çox olacaq nə? Say. B bəndi. Onunla bu barədə danışmaq çətin bir iş deyil. Baxın, çətin iş birinci növ təyini söz birləşməsidir. Və birinci növ təyini söz birləşməsinin arasında işlənmiş bir sözü ədatdır. Maraqlı, məsələn, bir film. Maraqlı bir filmdə birinci növ təyini söz birləşməsidir və arada işlənən bir də nədir? Ədatdır. Bizim də dağlarda dərman bitkiləri çoxdur. Baxın, nə qədərdir? Çoxdur. Burada sayımız işlənib qeyri-müəyyən miqdar sayıdır. İsmi xəbər vəzifəsindədir. Cavabımız C bəndi. D bəndi. Qohumlar məclisə birgə getdilər. Necə, nə tərzdə getdilər? Birgə getdilər. Burada düzdür, kökü saydı, bir saydı. Bir sayla gəl şəkilçisi vasitəsilə zərf düzəlib, düzəltmə zərf işlənib D bəndində də. E bəndi. Sıradakı əskərləri bir-bir saydılar. Yadınızda qalsın, əgər eyni bir say təkrarlanırsa zərfdir. 1-1, 2-2, 5-5 və s. Əgər olsaydı 5-6, 7-8, görürsünüz, fərqli saylardır. Belə olanda isə qeyri-müəyyən miqdar sayıdır. Təqribi və təxmini qeyri-müəyyən miqdar sayı. Cavabımız C bəndi.